Fəhləlik eləyirəm, çörək qazanıram. Başıma dönümsən, balıq təmizləyirəm. Canım. 16 yaşında uşağı oxuturam. Onun atası yoxdur, anası da baxmır. Mən baxıram. Məcburam ki, mən çöllərə düşüm bir parça çörək. Onun maşın pulusu olmalıdır. Evdə, məktəbdə çörək yeməlidir. Evə gəlib deyir, corab al, annənə mənə pul ver, hardan gətirim verim? 15 manat pul alıram. Onun məsələsini bir gün qənd alıram, sabah onun pasoyun alıram, bir gün quru çayın alıram, yavanlıq ala bilmirəm, çörək alıram. Yol pulu 2 manat, 20 qəpik mənim yol pulumdur. O ona çatmır. İndi özü fikirləşin də. Nə deyim valla. Məsələn, istəyir, uşaq məndən meyvə istəyir, ala bilmirəm. Deyir, bir manatlıq konfet almışam, deyirəm, amma bir manatlıq konfet nədir? Şokolad ala bilmirəm. Məsələn, yəni bir manatlıq aldı, yəni çox da ala bilmək üçün. Birini alıram, birini ala bilmirəm. Ev keçmir, paraşoka pulum çatmır, məsələn. Paltarlar şişdi, qaldı orada, mən onu ala bilmirəm. Nə deyim, valla, heç nəyə çatmır. Nə deyim, nə danışım, valla, özüm də vara qalmışam. Nə deyim mən? Neçə yaşınız var onda? Mənim 70 az qalıb. Mərzə xanım, siz keçən dəfə mən sizdən soruşdum, dediniz ki, təqaüd alırsınız. Təqaüd sizin üçündür. Oğlunuz niyə özü işləmir? Oğlum deyirəm də 6 ildir xəstədir, ödün götürüblər, bilinmir. Onun bağırsağın ağrıda 2 dəfə Bakıya gəlib, yenə də sağalmış, sağalmır. Moykada işləyirdi.